Cəmaatımızı salamlayıram. Göylər kəndində bir qrup biz jurnalistlə Göylər kəndinə gəzməyə gəldik. Doğrusu çoxdan planlayırdıq deməli. May ayının əvvəllərindən planlayırdıq. Daha doğrusu bir il bundan qabaqdan bizim belə bir fikrimiz vardı ki, gələk Göylər kəndini gəzək. Çünki həm mənim YouTube səhifəmdə, həm qrupda, həm ümumiyyətlə bu kəndin son illər canlanması belə bir ehtiyacı uşaqlarda bizim deməli kollektivdə bir maraq oyatmışdı. Ona görə biz məmnuniyyətlə mən də onları öz kəndimə gətirmək ideyasını məmnuniyyətlə qəbul elədim və çox böyük fərəh hissi ilə bu gün səhər biz kəndimizə gəldik. Gəlmişik indi kəndlik Çalaxanı bulağının yanındayıq. Məscidə baş çəkdik hamımız. Qədim məsciddir 1902-ci ildə əsası qoyulub. Deyilənə görə Hacılıq təşəbbüsü ilə və bütün cəmaatın deməli iştirakı ilə bir qədim bizim məscidimizdir. Bu da qədim bulağımızdır. Sonra gedəcəyik Pirmərdəkana. Sonra inşallah imkan olarsa biz başda Dibəyli dağına çıxmaq istəyirik. Ünlü dağ adlandırıb təbii zirvələrdən biridir bu silsilədə. Deməli məşhur Ləngəbiz silsiləsində. Ora çıxmaq fikrimiz var. Kəndimizi gəzmək istəyirik, biraz istirahat eləmək istəyirik, əhvalımızı dəyişmək istəyirik. Mən öz kəndimiz haqda uşaqlara danışmışam. Bu jurnalist kollektivi də ən müxtəlif yerlərdə işləyiblər, sizə deyim ki, imzaları var, simaları var, adları var və s. Yəni ən seçmə jurnalistlərin bir hissəsidir. Mən ona görə də məmnuniyyətlə onları öz kəndimizə gətirdim və düşündüm ki, belə bir nəinki bizim bölgəmizdə, bütün ölkədə bax belə bir ənənənin əsası qoyulsun ki, bütün bölgəmizin hər köşəsini tanıyaq, sevək, insanların sevək, qədrin bilək, əgər əskiyin düzəldək, bax belə bir təşəbbüsdə bulunmuşuq. Bizimlə görüşüb, kənd nümayəndəsi ilə görüşüb, İxtiyar müəllim Xəllov, ondan sonra başqalarını da dəvət eləmişdik hərənin işi ilə əlaqədar olaraq. Bəlkə də gələcək, bəlkə də birazdan görüşəcək, vaxt olduğundan. Şair İbrahim İsrafil, Allah kömək olsun, yenə də bizim yanımızdadır. Elə birincidən kəndə düşən kimi gəldi bizim yanımıza, bizim görüşümüzə. Allah onu var eləsin, çox istəyirik biz Şair İbrahimi, bütün kəndimizin dəyərli insanlarına böyük saygımız var. İbrahim müəllimin də bəlkə bir sözü var, o da bir söz desin, fikrini bildirsin. Bugün gözəl günlərdən biridir. Bugün ziyalılar toplaşıb bizim kəndimizə. Onların da hərənin özünün müşahidəsi var. Kənd haqqında elə girən kimi gözəl bir, onlarda bir aura yarandı. Bu kəndin gözəlliyinə məftun oldular. Bulaqlarını gördülər. İndi Qurban müəllim dedi, Çalaxanı bulağının yanındayıq. Və indi o biri bulaqlarda da çox görər demişək, orada bulaqlarla da tanış olacaq. Və bu bir növ özü təbliğatdır ki, Qurban müəllimin nəinki torpağını, yurdunu sevmək, həm də sevdirmək bir amalı var, bir istəyi var ki, bu günləri onun yanında olan bu gəncləri, jurnalistləri, müxtəlif peşələrdə olanları cəlb edib, bizim kəndimiz haqqında onlar təəssürat aparacaqlar, yəqin ki, xoş təəssürat aparacaqlar bəri başdan üzərin dediyinə görə. Və bu da bizim kəndimizin, elimizin, yurdumuzun təbliğinə bir zəmindir. Mən bir daha Qurban müəllimə təşəkkür edirəm bu təşəbbüsə görə və mənə elə gəlir ki, bu davamlıdır və davamlı da olacaq. Mən uğuzlar arzulayıram, bir daha xoş gəlmişsiniz. Həmişə elimizə, yurdumuza belə gözəl günlərə gələsiniz, gözəl bir heyətdə gələsiniz. Çox sağ olun. Hörmətli dostlar, hörmətli məclis iştirakçıları, bacılar, qardaşlar. Əvvəla mən sizdən üzr istəyirəm, bilirəm ki, bu öz kəndimizi yaxşı bilirəm ki, bizim bu qadın məclisdir, öz dostlarımıza da izah eləmişəm. Deməli, bir balaca məlumat verim. Biz bir qrup jurnalist, mənim əziz iş yoldaşlarım, əziz dostlarım bir ailə şəklində Göylər kəndinə gəldik. Bəyimizə, bu gün ailə quran, bu gün uşaqlar günüdür. Balamıza deyərdim, xoşbəxtlik arzulayıram,
xoş gün arzulayıram inşallah. Allah'tan dua edirəm. Bizi herkes salamlayırıq. Çok sağ olun ki bizi bu cür isti qarşıladınız. Bize doğrudan da gurur vericidir ki Qurban müəllimin kəndindəyik. Bunu həqiqətən çoxdan da arzuluyorduk. Bugüne qismət imiş. Gənclərimizə də xoşbəxtlik diləyirik. Gözünüz aydın. Çok sağ olun. Deyir valla səhər evdən çıxanda adam bilmir başına nə gələcək. Mən səhər evdən çıxanda heç bilməzdim ki, mən Şamaxıya gəldiyimi bilirdim, amma toya gələcəyimi bilmirdim. Ona görə də üzürlü sayın bizi əvvəla. Qurban müəllim, təşəkkür edirəm sizə. Bu gün bizim həyatımızda çox unudulmaz bir gün olacaq. Mən arzulayıram ki, bugün bəylə gəlinin də həyatında unudulmaz gün olsun. Xoşbəxt olsunlar. İndi xoşbəxt ailə ələ düşməz bir şeydir. Az qala görəndə öpüb gözümüzün üstünə qoymaq istəyirik. Mən öyünə biləcəyim həyatda 2-3 şey varsa, onun biri də ailəmdir. Onlara ən azı öz ailəm kimi xoşbəxt olmağı arzulayıram. Bugün uşaqlar günüdür, körpə balalar arzulayıram, gözəl ailə həyatı arzulayıram. Şamaxını çox sevirik, nə yaxşı ki Şamaxı var, nə yaxşı ki bu kənd var, nə yaxşı ki Qurban müəllim var. Bu günü bizə yaşatdı. Gənclər xoşbəxt olsun, hamısına can sağlığı arzulayıram. Valideynlərinə də göz aydınlığı verirəm. Sağ olun, var olun. Bravo.